Cevabı yoktur. Var. Her bir şeyin cevabı Deyin var. cevabını. Cevap budur. Biz İlahiyyat Üniversiteti olsun, yaxud da Bakı Dövlət Üniversiteti olsun, fərq etməz, hansı üniversiteti olur olsun, biz evlatlarımızı müəllim kimi, yetişən evlatlar, bax orada problem olur. Biz müəllim kimi, məsələn, pedaqoji üniversitetdə yetişən müəllimlərimizi coğrafiyanı bitirsin, fərq etməz, riyaziyyatı bitirsin. O insanlarımızın dünya görüşündə milliliyimiz, İslamlığımız, Türklüyümüz, Azərbaycanımız və dünyəvliyimizi özündə birləşdirən kadr geçmir. Coğrafiyanı bitirən olsa, ancaq o həyat bilgisini dərs keçəndə biz necə yetişdirəcəyik? Bəli, mən ondan şey edirəm ki, bəli, bizim Elm və Təhsil Nazirliyinin deyirsiniz, o təhsil haqqında qanunumuz çox gözəldir. Ancaq onun həyata keçirilməsi, onun üzərində düşmək, biz evlatlarımızı ancaq bal alıb toplamaq üçün universitetə yetişdirməməliyik. Bu ayrı problem. Yəni, neysə, burada ancaq çox önəmli olan verəcəksiniz yoxsa yox? Məsələ biz total informasiya və Yox, mən dezinformasiya ümidliyəm. mülkündə Mənim yaşayırıq. sualıma. Mən sizin sualınıza cavab verirəm. Mən heç də belə... Amma dördüncü dəfədir soruşan da cavab vermirsiniz. Çox ümidliyəm və bizdə yeni nəsil də yetişir və bizim yeni nəsil yetişdən nəsillər arasında mən şəxsən özüm bir neçə universitetdə də təhsil edirəm. Bizdə yeni nəsil yetişir və o evlatlarımız həyat bilgisində keçəndə, başqa fənlər keçəndə mən hesab edirəm ki, elə dərslər keçirlər, elə izah edirlər ki, artıq oradan hər hansısa bir dini radikalizm, yaxud da hansısa bir şovinizm yox, olmur və olmayacaq. Ceyhun müəllim, amma